Salam, akşamınız xeyirli olsun. Bugün yine atamla bağlı bir olmuş hadisəni size danışacağım. Demek 80-ci illərin ortalarında Laçın rayon Rabitə Qovşağının o vaxtlar rəisi rəhmətli Fazil müəllim idi. Fazil Abbasov Laçın rayonunun en değerli idarəçilerindən biriydi. Fazil müəllim Laçın rayon Rabitə Qovşağında Rabitə şöbə rəisləri və digər rəhbər işçiləri yığıb iclas edirlər, aylıq iclas. İclas zamanı bir neçə kəndin Rabitə şöbəsinin rəisini qaldırır ayağa Fazil müəllim. Onların işlərini yaxşı görməyən şöbələr, belə deyək də, zəif şöbələr. Onlardan izahat istəyir, niyə belə zəif işləyirsiniz və s. şikayətlər nədir fərəbəsə. Bir neçəsini durdururuz və onları otuzdurmur. Elə ayaq üstə bir bunlardan izahat tələb edir, amma oturmurlar, ayaq üstə gözləyirlər bunlar. Sonra atamı durğuzur. Atam deyir ki, mən deyir əvvəl təəccübləndim ki, bu məni niyə qaldırdı ayağa. Amma həmən aydın oldu. Dedi ki, o biri hardasa ona yaxın şöbə rəisi ayaq üstə gözləyir. O biri bütün iclas zalında doludur deyir. Dedi ki, Əli, bilirəm deyir, məndən inciksən, rəhbərlikdən inciksən Rabitə Qovşağının ki, ölkə rəhbərliyindən, Bakıdan, ölkə paytaxtından gələn bütün yoxlamaları Fazil müəllim niyə Pircahan kənd Rabitə şöbəsinə göndərir? İndi bax, ay Əli, sən nə deyirsən, mən bunların şöbəsinə mi göndərim? Əlini uzatdı deyir o ayaq üstə duranlara. Bunların yanına göndərim, məni biabır eləsinlər. Onu mu demək istəyirsən? Mən məcbur oluram bütün yoxlamaları sənin şöbənə göndərirəm. Çünki bilirəm ki, sən mənim rayonumuzun üzünü ağ edəcəksən. Atam deyir ki, atam utanır biraz. Deyir ki, daha heç nə demir. Fazil müəllim deyir ki, oturun deyir. Onlara da deyir oturun. Əli, sən də otur. İndi yəqin ki, sənə aydın oldu ki, mən yoxlamaları niyə sənin şöbələrinə göndərirəm. Bax, belə bir rəhbər idi Fazil müəllim. Atam da ki, bütün bu hörmətin, ona olan hörmətin qarşısını öz gözəl işi ilə verirdi. İşlədiyi 22 il ərzində demək olar ki, onun əksər illərində ölkənin ən qabaqcıl Rabitə şöbəsi ünvanı atamdaydı. İşlədiyi müddətin bir çox ilində şəkli Rabitə Nazirliyinin, Bakıda Rabitə Nazirliyinin qarşısındakı şərəf lövhəsində asılıydı. Amma atam bundan heç vaxt belə deyək, qürurlanmırdı, heç vaxt belə özünü belə başqalarının üstün tutmurdu və çalışırdı ki, o biri şöbə rəislərinə də kömək eləsin. Onların tez-tez zəng vururlar, sual verirlər, neysə, hansısa məsələlərdə və o bu işini hər il biraz daha artırırdı. Və onu da deyim ki, onun da mən şahidiyəm ki, hər il demək öhdəliyi daha vaxtında yerinə yetirdiyi üçün onun öhdəliyini, onun planını biraz daha yüksəldirdilər. Bu da çətinlik yaradırdı, amma atam onun da üstəsindən gəlirdi. Və onu da deyim ki, poçtalyonlara tapşırmışdı ki, heç kimdən əlavə bir pul, neysə bir qəpik belə götürməyəcəklər. Məsələn, zərf o vaxtlar 6 qəpik idi. O atam məcbur edirdi ki, onu 6 qəpiyə satsınlar. Yəni 4 qəpiyi o zərf alan müştəriyə geri qaytarsınlar. Belə işləmişdi atam. Bugün bu xırda əhvalatı danışdım və bu xırda əhvalatda iki dəyərli adamın adını çəkdim. Biri mənim əziz atam, o birisi də rayonumuzun dəyərli rəhbərlərindən biri, dəyərli idarəçilərindən biri. Öz insanlığı ilə seçilən, öz yüksək bacarığı ilə seçilən Rabitə Qovşağının rəisi Fazil müəllimdir. Allah hər ikisinə rəhmət eləsin. Yerləri behişt olsun. Yaxşıları unutmamaq arzusuyla Allah'a emanet olun. İnşallah görüşərik.